Salam değerli şagirdlər. Bugün sizlərlə dəyər yayınlarının 25 yanvar 2026-cı ildə təşkil etdiyi sınaq 4 məntiq suallarına baxacağım. 76-cı sual. Bir dəqiqə böldüm. Deməli, yuxarı hissələrdə 10-u 8-ə vururuq, 8-i 13-ə vururuq, 7-yi 5-ə vururuq məsələn. Daha doğrusu 5-i 9-a vururuq, 45 alınır, 6-yı 16-ya vuranda. Bura 96 eləyəcək. Buradan onun 8 üstə 13 gələndə 21 eləyir. 7 üstə 5 gələndə 12 eləyir. 9 üstə 6 gələndə 15 eləyir. 6 üstə 4 gələndə də 20 eləyir. 96 ilə də 20-nin cəmini soruşur bizdən. 116 C variantı. 77-ci sualda deməli birinci tərəfdir, sonra diaqonaldır, sonra isə neçə hissələrə böldüyüdür. Bu da hissədir. Yenə fikir versəz 5 tərəfdir, 2 diaqonaldır, bu düz xətdir, neçə hissəyə böldüyüdür, 3-dür. 6 tərəfdir, diaqonaldır 3, yenə neçə hissəyə böldüyüdür. İndi burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 tərəfdir. 1, 2, 3, 3 diaqonaldır, 1, 2, 3, 4, 5, 6, 6 da hissədir, 8, 3, 6 A variantı. 7-ci sualda deməli şagirdlər 7-ci sualda 4-ü 9-a vurub 3-ə bölürük. 4 vur 9, 36 bölünsün 3 bərabərdir 12. 2 vur 8, 16, 16 bölünsün 4 bərabər 4. Burada 6 vur 5, 30, 30 bölünsün 13. Burada 7 vur 8, 56 bölünsün 2 bərabərdir 28 D variantı. 79-da deməli Azərbaycanın A birinci yerdə işlənir, bu 6-cı yerdə işlənir, 9-cu yerdə işlənir. Birinci, 6-cı və 9-cu yerdə işlənən eyni rəqəmləri tapırıq. Məsələn, A variantında 5, 1-dir. 1, 2, 3, 4, 5, 6, 5. Amma 9-cu yerdə 5 işlənmədiyindən A variantı çıxır. B variantında 9, 1, sonra 1, 2, 3, 4, 5, 6-cı yerdə yenə 9-dur. Burada 9-cu yerdə yenə 9-dur. Bunu saxlayırıq yadda. Burada 4, 1, 2, 3, 4, 5, 6, 4, 7, 8, 9 qalır. Bu da B və C variantı qalır. 1, 5-cidən 5-dən 6 olmalıdır. 1, 2, 3, 4, 5, 6 yoxdur. Getdi. İndi burada digər hərflər görürük ki, təkrar olunmayıb. Z-dır, ə-dir, r-dır, c-dır, n-dır, ı-dır, m-dir. Heç biri təkrar olunmayıb. Amma B variantında 2-yə baxırsınız. Z burada təkrar olunubsa, burada da Z olmalıydı. Onda B variantı çıxır, cavab C variantı qalır. Sonra 81-ci sualda 6-dır. Məsələn, bura 1 xət, 2 xət, 3 xət, 4 xət, 5 xət, 6 xət, 6 verir. Bura 8 isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 verir. İndi bura sual olanda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Burada onda olacaq 10 A variantı. 82-ci sualda baxırıq. Deməli, burada nəyə diqqət edirik? Sadəcə cəmləyirik. Rahat sualdır. 2 üstə gəl 8, 10, 10 üstə gəl 3, 13. Sonra 9 üstə gəl 7, 16, 16 üstə gəlsin 1, 17, 8 üstə gəlsin 5, üstə gəl 9, 22. 4-ün üstə məsələn burada 9 gəlir 13, 13 üstə 6 gələndə 19 edir D variantı. Burada 1 ilə 5-in cəmi 6, 6-nın kvadratı 36, 3 ilə 6-nın cəmi 9, 9-un kvadratı 81. Burada bu bilmirik də hansı ədəd. O ədədlə 2-ni toplayıb kvadrata yüksəndə 64 eləməlidir. Deməli, biz 8-i bilirik ki, kvadrata yüksəndə 64 eləyir. Burada 6 olmalıdır ki, 6 üstə 2 gələndə 8 eləsin. Cavab C variantı. 84-də buradan fikir verirsək, üstə 4 gəlmişik. Buradan da üstə 4 gəlmişik. Birinci də üstə 4 gəlirik. Sonra isə vururuq 2-yə, vururuq 2-yə. Yəni, üstə 4 gəlib 2-yə vururuq hər dəfə. Bu minvalla gedir. Burada üstə 4 gəlmişiksə, burada 2-yə vururuq. Onda burada da üstə 4 gəlirik. 88-in üstə də 4 gələndə edir 92 A variantı. 85-ci sual. Baxın burada. A-lar
Deməli 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 1A. Baxın, bura 1A. Sonra 2A. Bu da kvadrat ola bilər. Yəni 2A, 3A, 4A və 5A. Buranın 5A-nı da buradan yazıram. Buradan şagirdlər, niyə sildim mən bunu? Bunu siləcəm əslində. Deməli 4A və 5A. Baxın, tək A-lar, tək A olanlar, deməli 1, 5. 5 vurulsun 5, 25-dəndir. 2A olanlar, baxın buradır. Buradan bura 1, buradan bura 2, buradan bura 3, buradan bura 4. Bu tərəfi 4-dürsə 4 vurulsun. Yenə 1, 2, 3 və 4 vurulsun. 4 bərabərdir 16. Sonra buranı silirəm. İndi 3A olsa, baxın 3A belə. Buradan bura 1 gəldi, buradan bura 2 gəldi, buradan burada 3 gəldi. Yəni 3 vurulsun. Eyni qayda ilə bu tərəfdə kvadrat olduğundan üst tərəfdə burada belə olacaq. 3 bərabərdir. 9 fikir verin, hər dəfə bir bayt azalır. 5, 4, 3, 2 və buradan da 1 vur 1. Buradan 2-2-yə 4 eləyir. 1-i 1-ə vuranda baxırıq. 5 olan həqiqətən sadəcə bir dənədir özü. Bu da eləyir 1 və bunları cəmləyirik. 25 üstə gəlinsin 16, üstə gəlinsin 9, üstə gəlinsin 4, üstə gəlinsin 1. Bərabərdir. 16 ilə 4, 20, 9 ilə 1, 10, 30, 25-in üstə də 30 gəndə 55. Cavab B variantı. Bura qədər izlədinizsə şagirdlər, kanalıma abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.